Hər vaxtınız xeyir olsun. Mayın 21-idir. Ölkədə keçən qeyri-sabit hava şəraiti ilə əlaqədar mütəmadi olaraq Hidrometeorologiya Xidmətinin verdiyi məlumatları diqqətinizə çatdırırıq. Elə isə sabah mayın 22-sinə hava şəraitinin necə olacağı barədə məlumatı diqqətinizə çatdıraq. Belə ki, Bakıda və Abşeron yarımadasında mayın 22-sində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib. Məlumatda bildirilir ki, mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17 dərəcə isti, gündüz isə 22-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, eləcə də dolu düşəcəyi ehtimal olunur. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz isə 24-29 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə isti, gündüz isə 13-18 dərəcə isti olacağı gözlənilir.